Güney Azərbaycan televiziyasının həftə sonu proqramında biz dünyada və bölgədə baş verən əsas hadisələri analiz edirik. Müharibə davam edir. Amerika və İsrail zərbələri endirirlər İranda müxtəlif hərbi mərkəzlərə. Doğrudur, sanki Amerika prezidenti Donald Trump müharibənin bitirilməsi haqqında düşünür, amma hələ ki danışıqlar yoxdur. Çünki danışıqların baş verməsi üçün hər iki tərəfin razılığı olmalıdır. Razılıq olmadan masa arxasında oturmayacaqlar. İndiki şərtlər altında isə bu mümkün görünmür hələ ki. Bir tərəfdən Trump danışıq deyir, o bir tərəfdən də amma zərbələr endirilir. Elə İran özü də yəni açıq deyir ki, yox biz danışıqlar istəmirik. Amerika güya kompensasiya ödəməlidir. İranın şərtlərini yerinə yetirməlidir ki, Amerika bunu heç zaman etməz. Ona görə də müharibə ilə bir müddətdə davam edəcək. Əslində Amerikanın əsas məqsədlərindən biri bu idi ki, İranda bir hakimiyyət dəyişikliyi baş versin, zəifləsin, dəyişsin, nə bilim Venezuela'da kimi bəlkə sözə baxan olsun. Bunlar hələ ki alınmır. Ona görə Amerika İran rejimini necə ram edəcək sualı öz aktuallığını qoruyur. Bu mövzunu proqramda geniş müzakirə edəcəyik və proqramımızın bugünkü qonağı çox dəyərli siyasi şərhçi Müşfiq Abdulladır. Müşfiq bəy, xoş gəlmisiniz. Sağ olun. Müşfiq bəy, quru əməliyyatı haqqında çox danışılır. Çünki bəlli oldu ki, ancaq hava zərbələri ilə bu rejimi dəyişməyə, zəiflətməyə nə qədər xeyli başsız qalsa da mümkün görünmür. Amma bu quru əməliyyatın riskləri haqqında da müəyyən fikirlər var. Düzdür, Amerika müharibə bölgəsinə xüsusi təyinatları da tədricən gətirir. Bu da belə bir təsəvvür yaradılır ki, quru əməliyyatı ola bilər. Amma başqa bir variant kimi o da səslənir ki, bəlkə Hörmüz boğazına nəzarəti götürmək üçün o bir neçə adaya quru əməliyyatı həyata keçiriləcək. Sizin proqnozlarınız necədir? Bir daha təşəkkür edirəm dəvətiniz üçün İlxan bəy. Ümumiyyətlə İrana qarşı quru əməliyyatı keçirilmədən əvvəldən belə proqnozlar vardı ki, İran üzərində Amerika Birləşmiş Ştatlarının qələbəsi qeyri-mümkündür. Yəni tam qələbə çalmaq üçün quru əməliyyatları keçirilməlidir. Amma ümumiyyətlə İranda bu əməliyyatın hansı formada keçiriləcəyinin mexanizmi hələ müəyyənləşməyib. Çünki burada müxtəlif variantlar müzakirə olunur, belə görünür ki, hər halda Amerika Birləşmiş Ştatlarının İran sahillərinə hardasa bugünkü şərait üçün 50 mindən artıq hərbi qüvvə cəmləməsi göstərir ki, Trump administrasiyasının deməli niyyəti ciddidir və onlar İran rejimini devirmək üçün quru əməliyyatlarından da istifadə etməyi planlaşdırırlar. Ancaq bununla bağlı əvvəllər başqa bir xəbərlər ortaya çıxırdı və bildirilirdi ki, Birləşmiş Ştatların əsas niyyəti deməli nüvə mərkəzlərini ələ keçirmək üçün quru qoşunlarından istifadə etmək niyyətindədir. Desant qüvvələrindən, xüsusi təyinatlılardan, dəniz pişiklərindən və onlar deməli nüvə mərkəzlərindəki sentrifuqaları və zənginləşdirilmiş uran ehtiyatını daşıyıb aparmalıdır. Ancaq bilirsiniz ki, o uran ehtiyatı, zənginləşdirilmiş uran ehtiyatını hərbiçilərin daşıyıb aparması bu çox çətin bir prosesdir və bəlkə də bunun üçün xüsusi mütəxəssislər lazımdır, xüsusi maşınlar lazımdır, xüsusi laborator avadanlıqlar lazımdır. Çünki bunu hərbiçi girib oranı zəbt eləyə bilər, tuta bilər, ancaq onu necə götürüb apara biləcək, necə daşıyacaq? Yəni bu suallar var idi. Ancaq sonradan başqa məlumatlar çıxdı ortaya. Yəni Hörmüz boğazında baş verən proseslər aktuallaşandan sonra belə fikirlər, məlumatlar yayıldı ki, artıq İran üçün prioritet məsələ Hörmüz boğazını açmaqdır. Ona görə də İran, üzr istəyirəm, Amerika Birləşmiş Ştatları üçün əsas prioritet məsələ Hörmüz boğazını açmaqdır. Ona görə də quru əməliyyatlarından istifadə etmək məcburiyyətindədir. Paytaxt Tehranı tutub oradan o yolla quru əməliyyatları keçirib İranı məğlub etmək variantına gəlincə isə bu bir qədər real görünmür. Çünki İranın ərazisi çox böyükdür. Yəni bugün üçün real görünmür. İranın ərazisi çox böyükdür, bilirsiniz ki, və oradan mən sizə bir fakt deyim, Tehrandan Bəndər Abbas limanına qədər olan məsafə 1050 kilometrdir.
və bu ərazidən, yəni biz təsəvvür edək ki, Fars körfəzindən qoşun çıxarılsa, bu yəni 1050 kilometr dərinliyə qədər, İranın dərinliklərinə qədər bu qoşun gedib çıxsa, o dağlıq relyef ərazilərdə, yəni burada Amerika Birləşmiş Ştatları böyük itki verə bilər. Havadan desant tökülsə, orada da yəni mühasirəyə düşmək ehtimalı var. Çünki İran hələ müqaviməti davam etdirir. İranın terrorçu rejimin ətrafında xeyli terrorçu qüvvələr var. Sepahın quru qoşunları hələ qalır. Yəni ərteşin müəyyən qüvvələri qalır. Ona görə də orada da böyük itkilər verə bilər. Mən belə hesab edirəm ki, bu gün üçün Amerika Birləşmiş Ştatları daha çox vacib olan Hörmüz boğazını açmaqdır və bildirilir ki, Xark adasını tutmaqdır. Hətta belə ehtimallar var ki, bilirsiniz də orada Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında 3 mübahisəli ada var. Əbu Musa, Böyük Tump, Kiçik Tump adaları var və o həmin adalarda zəbt edib orada müəyyən deməli hərbi qüvvələr yerləşdirməklə İranın müqavimətini cənub hissədən qıra bilərlər və bir də onu nəzərə alaq ki, Elxan bəy, İranın əsas neft resursları daha çox cənub sərhəddi boyu yerləşir. Yəni xüsusilə də ərəblərin yaşadığı ərazi Əhvaz bölgəsi boyunca və Xark adası istiqamətində ola bilsin ki, İran, üzr istəyirəm, Amerika Birləşmiş Ştatları məhz həmin əraziləri tutmaqla həm neftə nəzarəti ələ keçirsin, həm də ki, İranın Fars körfəzinə çıxışını bloklasın və bununla da əsas məqsədlərindən biri olan neftə nəzarəti ələ keçirsin və digər istiqamətdə isə Çinə neft ixracatının qarşısını ala bilsin. Yəni, əsas istiqamətlərdən biri bu ola bilər. Ancaq ümumilikdə Amerika Birləşmiş Ştatlarının İrana quru qoşunları yeritməsi üçün tam şərait yetişməyib. Tam şərait yetişməyib və düşünürəm ki, İranın deməli, raket buraxılış məntəqələrinin tam sıradan çıxarılana qədər, hücumlarının qarşısını alana qədər müəyyən qədər Birləşmiş Ştatlar gözləyəcək və gözləmə mövqeyində dayanacaq ki, maksimum itki az verilməsi üçün məqsədi ilə ondan sonra quru qoşunları yeridə bilər. Ancaq hazırki şəraitdə düzdür, bu müəyyən qədər çəkindirici amil kimi də görünür. Yəni, qoşunların yeridilməsi təzyiq məqsədi ilə də görünür. Çünki paralel olaraq da danışıqlar söhbəti var axı Pakistanda. Ona görə təzyiq məqsədi ilə, çəkindiricilik məqsədi ilə də bu addım atıla bilər. Ancaq bugün üçün İran da müqaviməti davam etdirir, raketlər, dron zərbələri endirir. Bu da istər-istəməz quru qoşunlar üçün böyük itkilərə gətirib çıxara bilər. Bax, bu baxımdan da ola bilsin ki, Trump administrasiyası hələ müəyyən qədər gözləmə, çox olmasa da müəyyən qədər gözləmə mövqeyi tutsun və tamamilə İranın raket və dron potensialı sıfırlanana qədər və ya xeyli zəifləyib dayanana qədər gözləsin və ondan sonra qoşunları yeritsin. Yəni, bu addım da ola bilər. Ancaq ümumilikdə mən hesab edirəm ki, bütün İran ərazisini tutmaq üçün qoşun yeritmək o qədər real görünmür. Bu olsa da sonraki mərhələdə ola bilər. Yəni, o bir halda mümkün ola bilər ki, rejim kapitulyasiya imza atsın, təslim olsun, ondan sonra İran öz qoşunlarını yeritsin. Birinci mərhələdə isə Hörmüz boğazının tutulması, açılması, daha doğrusu Xark adasının tutulması və cənubdakı o neftlə zəngin ərazilərin tutulmasına söhbət gedə bilər. Şübhəsiz bir fikir işlətdiniz ki, Amerikanın məqsədlərindən biri indiki halda Xark adası və İranın gəlir gətirən neft məntəqələrini ələ keçirməsi ola bilər. Həqiqətən bu, əgər Amerika bu həmin mərkəzləri ələ keçirsə, İran iqtisadiyyatı iflic vəziyyətinə düşəcək. Bundan sonra rejim təslim ola bilərmi? Yoxsa yenə də müqavimətini davam etdirəcək? Yəni,
onsuz da İranı iqtisadi böhran gözləyir. Yəni biz indiki şəraitdə daha çox diqqəti yönəldirik. Mən proqramlarımızdan birində dedim ki, diqqəti daha çox yönəldirik hərbi nəticələrə və siyasi nəticələrə. Amma onu nəzərə almalıyıq ki, bu iqtisadi nəticələri olacaq bu müharibənin. Bunu iqtisadçılar daha yaxşı deyə bilər və müharibədən sonra post-münaqişə dövründə İranda bir iqtisadi böhran gözlənilir. İqtisadi xaosa gətirib çıxara biləcək bir böhran gözlənilir. Yəni xüsusilə də Trump administrasiyası ilə indiki rejim arasında bir anlaşma imzalanmasa, yəni onlar təslim olmaq istəməsə, bir kompromisə gəlmək istəməsələr, danışıqlara getmək istəməsələr, bu bir iqtisadi böhrana gətirib çıxaracaq. Çünki İran onsuz da blokada şəraitində yaşayan ölkə idi, yəni sanksiyalar baxımından. Sanksiyalar altında olan ölkə idi, ağır, iqtisadi vəziyyət çox çətin idi, real devalvasiya eləmişdi, əhali də küçələrə yanvar ayında etiraz aksiyalarına ona görə çıxmışdı. Yəni İranda bir iqtisadi böhran vardı, yadınızda həmişə videolar yayılırdı sosial şəbəkələrdə, sosial mediada videolar yayılırdı. İnsanlar küçələrdə zibil yeşiklərində qida axtarırdılar. Yəni hətta bəzi insanlar intihar edirdilər dolanışıq ücbatından. Ona görə bax, İran onsuz da iqtisadi vəziyyəti çox ağır idi. İran əhalisi o gündə yaşadığı halda deməli yaxın Suriyada, Livanda, başqa ərazilərdə, Ənsarullahda döyüşən muzlular, Fatimiyyun, Zeynəbiyyun kimi terror təşkilatlarında döyüşən İran muzluları $1200-1300 maaş alırdılar. Bax, belə bir vəziyyətdə, yəni İranın onsuz da iqtisadi vəziyyəti ağır idi. Müharibədən sonra, indi isə İranın həmi infrastrukturu dağılır. Yəni o iqtisadi infrastrukturu nəzərdə tuturam. Neft müəssisələri vurulur. Neft ixracatında tam qarşısı alınıb. Eyni zamanda əvvəllər ucuz qaçaq yolla Çinə neft satırdı. Məsələn, xüsusilə də yalnız birbaşa çatmasa da, məsələn, məlumatlar vardı ki, Malaziya gəmisi, üzərinə Malaziya yaxud digər ölkələrin adları yazılmış gəmilərlə, tankerlərlə satılır, amma əslində bu Çinə gedirdi. Yəni qaçaq yolla ucuz neft satırdı. Ancaq indi bunun qarşısı alınıb, digər tərəfdən də iqtisadi infrastruktur dağılır və üstəlik də bank sektoruna da zərbə indirilir. Bilirsiniz ki, bank sektoru Sepahın nəzarətində idi, bütün banklar. Yəni əhali bundan sonra, müharibədən sonra bir diqqət yönələcək daxili problemlərə və insanlar hakimiyyətdən, necə deyərlər, çörək istəyəcək. Yaşamaq üçün, güzaranını təmin etmək üçün öz tələblərini irəli sürəcək. Bax, bu zaman onun necə bu hərbiçilər, indi hakimiyyəti ələ keçirmiş bu hərbiçilər necə onu təmin edəcəklər? İndiki İran hökuməti, prezidentin rəhbərliyi etdiyi İran hökuməti, iqtisadi məsələlərlə məşğul olanlar bu prosesdən təmiz kənarlaşdırılıblar. Səlahiyyətləri demək olar ki, bir növ əlindən alınmış kimidir. Digər ölkələrlə də hamı ilə düşmən münasibətə başlayıb, düşmən münasibət qurub İran, yəni özləri də bilmədən, o belə bir söz var, el arasında deyir, tarana gedirlər. Nə olacağı bir kamikazə terrorçu kimi tarana gedirlər və nə olacağı da bunun bilimi nəzərə alınmır, hesablanmır. Ona görə də bir iqtisadi xaos, böhran gözləyir İranı və İranın cənub əraziləri, neftlə zəngin ərazilər tutulsa, mən hesab edirəm ki, bu iqtisadi böhranın dərinləşməsini kömək edəcək təbii ki. Amma eyni zamanda bu ola bilsin ki, rejimin kapitulyasiyasını yaxınlaşdıran amillərdən birinə çevrilə bilər. Müşfiq bəy, siz həm də onu qeyd etdiniz ki, Trump, İran ərazicə böyük dövlətdir, quru əməliyyatın riskləri var, çünki Amerika hərbçilərini itirə bilər, bu Trumpın reytinginə də mənfi təsir edə bilər. Amma razılaşma olmasa ki, indi hələ ki razılaşmanın belə deyək də görünmür ki, olsun, Donald Trump qəfil müharibəni dayandıra bilərmi? Donald Trump müharibəni dayandırsa, bu artıq, bilirsiniz, hər iki tərəf görünür ki, səslənən bəyanatlardan yayılan çünki paralel olaraq burada informasiya müharibəsi də gedir axı. Çünki hər iki tərəf özünü qalib elan edə bilər. Çünki, məsələn, Trump bildirir ki,
rejim dəyişikliyi baş verib. Yəni vaxtilə bu hakimiyyətdə olan insanların demək olar ki, hamısı öldürülüb, qalmayıb, yoxdur, artıq rejim dəyişib və biz qalib gəlmişik. Digər tərəfdənsə və yaxud 10 il ələ İran uranı zənginləşdirəməyəcəyi, uzaq mənzilli ballistik raket istehsal edəməyəcəyi, bunu da deyə bilər Trump. Ancaq məsələ burasındadır ki, Trump müharibəni davam etdirirsə, deməli öz məqsədinə tam çatmayıb. Razıyım. Digər tərəfdən isə İran rejimi də bildirir ki, biz qalib gəlmişik. Çünki biz, yəni onlar istədiklərinə çata bilmədilər, bizi məğlub edə bilmədilər və biz hələ ən ağır, ən təhlükəli raketlərimizi istifadə etməmişik. Bizim hərbi potensialımız böyükdür, güclüdür və s. Onlar ölkəmizə girə bilmədilər. Biz xüsusilə də qapalı rejimlərdə bu ideoloji təbliğat çox güclü işləyir. Məsələn, orada bugün desələr ki, İran hakimiyyəti desə ki, biz qalib gəlmişik, bəlkə də buna İranlıların sayı çox olacaq. Ancaq məsələ burasındadır ki, Trump bugün çəkilsə müharibədən, birinci təhlükə ondan ibarətdir ki, bugün hakimiyyəti İranda generallar ələ keçirib və İranda hərbi xuntanın yaranması təhlükəsi var. Və bu zaman İran yaxın və orta şərqdə çox böyük təhlükəli bir rejim meydana çıxa bilər. Çox böyük bir təhlükə mənbəyi meydana çıxa bilər. Və bu artıq bu halda Amerika Birləşmiş Ştatlarının nüfuzuna zərbə dəyə bilər ki, yəni sən öz məqsədinə çatmadın, geri çəkildin. Müharibəni nəyə görə başlatmışdın? Nəyə görə başlatdınsa, bunu niyə axıra qədər davam etdirmədin? Geri çəkildinsə, deməli sən məğlub kimi görünürsən. Yəni ən azı məğlub olmasa da kənardan baxanda elə görünəcək. O təbliğat elə gedəcək onun əleyhinə. Əleyhinə işləyə bilər. Ona görə də hesab edirəm ki, xüsusilə qarşıdan gələn seçkilərdə, noyabr ayında keçiriləcək seçkilərdə bu demokratların əlində çox yaxşı arqument olacaq Trumpa qarşı istifadə etmək üçün ki, bu qədər dövlət büdcəsindən pul xərclədin, bu qədər Amerika vətəndaşını qurban verdin, itkilər verdin, amma nəticəyə nail ola bilmədin. Üstəlik ərəb ölkələri, hansı ki o ölkələr bugün də Amerika Birləşmiş Ştatlarından bəziləri narazılıq ilə ki, bəs bizim təhlükəsizliyimizə zəmanət vermədin. Ərəb dünyasında Amerikanın müttəfiqi olan ərəb ölkələrində Amerikanın nüfuzuna ciddi zərbə dəyə bilər. Üstəlik, bir də ki, Amerika Birləşmiş Ştatları tutaq ki, bugün müharibəni dayandırdı və geri çəkildi. Təbii ki, əbədi deyil, nə vaxtsa dayandıracaq. İsrail bunu bu mövqeyi ilə razılaşacaqmı? Və yaxud Amerika dayansa, İsrail dayanacaqmı? Elə onu deyirəm. İsrail dayanacaqmı? Hətta ola bilsin ki, Amerika Birləşmiş Ştatları bugün Pakistanın və ya Türkiyənin hansısa bir dövlətin vasitəçiliyi ilə bir sənəd imzalasın İranla, bir anlaşma sənədi imzalasın, lap atəşkəs imzalasın. İsrail bu sənədi tanıyacaqmı? Çünki orada danışıqlar iki tərəfli gedir. Üç tərəfli qaydada yox və İsrailin maraqları demək olar ki, nəzərə alınmır. Burada daha çox Amerika Birləşmiş Ştatlarının strateji maraqları nəzərə alınır və bir də İranın maraqları nəzərə alınır bu masada. Ona görə İsrail buna nə qədər deməli razı olacaq? İsrailin məqsədi açıq indidən görünür ki, İsrailin məqsədi rejimi devirməkdir, tamamilə dəyişməkdir. Amerika Birləşmiş Ştatları isə hələ də ümid eləyir ki, Trump administrasiyası müəyyən bir möhtədil bir İslam rejimi formalaşa bilər İranda və onlarla əməkdaşlıq qurula bilər. Ancaq mən bunu real hesab etmirəm. Qalibafın adı ona görə mi tez-tez çəkilir? Amma halbuki onun da nə səlahiyyəti var, bəlli deyil. Qalibaf ümumiyyətlə nə səlahiyyət sahibidir, Sepah daxilində, nə də ki nüfuz sahibidir. Qalibaf İran cəmiyyətində bir qatil kimi tanınır. Yəni Sepahın hərbi hava qüvvələrinin komandanı olanda o vaxt ilə 99-cu ildə tələbələri qətliyamında birbaşa iştirakı var, etiraz aksiyalarının yatırılması. Ona görə o nüfuzsuz bir adamdır. 2024-cü ildə keçirilən prezident seçkilərində də cəmi 2% səs topladı. Cəmiyyət onu qəbul etmir, səs vermədi. Digər tərəfdən də Qalibaf ümumiyyətlə korrupsioner kimi çox böyük korrupsionerdir. Yəni o Tehranın meri olanda böyük vəsaitləri ölkədən çıxarıb, ona görə də xalq onu qəbul eləmir. Belə bir adamın yəni nəyəsə nail olacağı real görünmür. Məsələ burasındadır ki, o ancaq Amerika Birləşmiş Ştatlarının mesajını Sepaha çatdıra bilər. Sepah da o öz mesajını onun vasitəsilə çatdıra bilər. Amma
görünən odur ki, burada konkret tərəflərin əslində şərtləri məlumdur. Yəni həm İranın, həm Birləşmiş Ştatların danışıqlar üçün sülh planı var da. 15 bənddən ibarət Amerika Birləşmiş Ştatlarının da 4 bənddən ibarət İranın da. Ancaq hər iki tərəf deyir ki, mənim planım əsasında olsun və əslində heç bir tərəf bir-birinin planını qəbul etmək istəmir. Ona görə də bir razılaşmanın olacağını mən gözləmirəm. Xüsusilə də son günlər İran generallarının öldü, hərbi dəniz qüvvələrinin komanda Əlircə Tangsirinin, onun müavininin, indi də artıq Sepahın yeni komandanı Əhməd Vəhidinin öldürülməsinə dair məlumatlar gəlir. Yəni, bütün bunlar göstərir ki, müharibə davam edəcək və Amerika Birləşmiş Ştatları artıq sülh danışıqlarının hələ vaxtı çatmadığını göstərir və sülhə yer olmadığını anlayır və indiki situasiyada müharibə hərbi əməliyyatların yeganə yol olduğunu fərqindədir və bu yoluna gedəcək. Maraqlıdır ki, Müşfiq bəy, bu danışıqlar haqqında fikir söyləyəndə Amerikadan və ya xəbərlər yayılanda daha çox Qalibafın adı çəkilir. Amma məsələn, mən gözləyərdim ki, daha çox Pezeşkiyanın adı çəkilir. Nəyə görə? Xalqın seçdiyi səlahiyyəti olmasa da bir siyasətçidir, liderdir, bir islahata meyillidir. Amma Pezeşkiyanın adını Amerikada çəkən yoxdur. Burası biraz qəribədir. Orada əvvəllər xatırlayırsınızsa Pezeşkiyanın adı hallanırdı. Və mən də demişdim ki, yəni Günah TV'nin efirində demişdim ki, İran Konstitusiyasının 111-ci maddəsinə görə orada ali rəhbər öldükdə və ya öz vəzifəsini icra edə bilmədikdə onu məhkəmə, onun yerini müvəqqəti idarə etmə şurası tutmalıdır. Orada ali məhkəmənin sədri, prezident, bir nəfər də Konstitusiya Nəzarət Şurasından bir fəqih daxil olmalıdır və bu şurada yaradıldı və yerinə də o prezident də o şuraya rəhbər təyin olundu. 3 nəfərdən ibarət. Amma görürsünüz, o şuranın səlahiyyətlərini Sepah tanımadı və konstitusiyanı pozdu və hakimiyyəti bir qrup general zəbt elədi. İndi hərbçilər zəbt eləyib hakimiyyəti. Ona görə də mən düşünürəm ki, Trump administrasiyası bir növ dolayısıyla onlarla danışıqlara gedir və anlayır ki, bu hakimiyyət bunların əlindədir. Sepahın. Bəli, məcburdular ki, onlarla anlaşsınlar, onlarla dil tapsınlar. Düzdür, onlar Sepahı Amerika Birləşmiş Ştatları terror təşkilatı kimi tanıyır və onlar bərabər hüquqlu tərəf kimi qəbul edə bilməz. Mən inanmıram buna. Ancaq faktiki olaraq hakimiyyət onların əlində deyən, səlahiyyət onlarda deyə ona görə müəyyən qədər çalışacaqlar ki, onların vasitəsilə nəticəyə nail olsunlar. Ancaq Sepahdakı hələ ki, deməli, sərt mühafizəkar mövqeyini dəyişmək istəmir, o xətti dəyişmək istəmir və Birləşmiş Ştatlar onlar üçün düşməndir və bu düşmənlə də heç bir barışmaq mövqeyində görünmürlər. Biz Sepahdan danışanda, bəli, prezidentin səlahiyyəti yox, ali dini lider öldürülüb, yenisi hardadır bilinmir. Onun da nüfuzu da, atası qədər nüfuzu da yoxdur, təcrübəsi də yoxdur. Ali Təhlükəsizlik Şurasının sədri öldürüb. Sepah tam bu indiki vəziyyətdə rəhbəri. Amma Sepah bir orqanizm kimi, orada 5-10 nəfərdən söhbət gedirsə, generallar. O generallar arasında da bu müharibə ilə bağlı bir fikir ayrılığı ola bilər. Məsələn, bir onundan üçü deyə bilərmi ki, bəlkə razılaşaq, çünki belə də hər şey dağılacaq. Fikir ayrılığı mümkündürmü öz aralarında? Yoxsa elə qəti mövqe bundan ibarət siz demiş, yox, Amerika ilə müharibəyə davam. Ola bilsin ki, bugün xarici düşmənə qarşı mübarizə amili bu generalları birləşdirir. Yəni bir ali rəhbər həqiqətən yoxdur, yəni onun sağ olduğu da sübut olunmayıb, prezident proseslərdən kənarlaşdırılıb, hökumət proseslərdən kənarlaşdırılıb, generalitetin əksəriyyəti də məhv edilib. Orada söz sahibi olan şəxslər 12 günlük müharibədən bəri əksəriyyəti məhv edilib. Çox az sayda müəyyən şəxslər qalır. O Yəhya Rəhim Səfəvidir, orada Hüseyin Dehqandır və bəziləri indi Zülqədrini məsələn Laricanın yerinə qoydular. Yəni bir kiçik qrup var və bu qrup indi yekdil fikirdə görünür. Amma məsələ burasındadır ki, bu gün üçün ola bilsin situativ xarakter daşıyır, bu monolitlik. Ancaq mən düşünürəm ki, monolitlik əbədi deyil.
Səhəri gün müharibə dayanarsa, xüsusilə də postmünaqişə dövründə bu qrup arasında hakimiyyət və səlahiyyət uğrunda bir mübarizə başlayacaq və ola bilsin ki, hətta Qalibafın getməsi mən də düşünürəm ki, o Sepahın öz daxilində də müəyyən fikir ayrılıqlarının, yəni müəyyən anlaşmaya gəlmək istəyən tərəf var və müəyyən qədər də müharibəni davam etdirmək istəyən tərəf var. Ola bilsin ki, bu xəttdə var. Bu istisna olunmur. Bax, bu baxımdan da bu çat müəyyən qədər dövrdən sonra özünü daha aydın göstərə bilər. Amma bu düşünürsünüz ki, müharibədən sonra olacaq. Müharibə dönəmində yekdil mövqedən çıxacaqlar. Ümumilikdə. İndiki şəraitdə bu dəqiq görünmür. Ancaq postmünaqişə dövründə daha aydın görünə bilər. Məsələn, eşitdiyimizə görə Zülqədri ilə Qalibaf arasında ciddi fikir ayrılığı var. Yəni bir-birinə yola getməyən adamlardır. Zülqədri sərt xəttin tərəfdarıdır, müharibəni davam etdirməyin tərəfdarıdır. Qalibaf isə ümid edir ki, çünki ola bilsin ki, ona müəyyən mesajlar da ötürülür ki, gələcək hakimiyyət rəhbəri kimi Birləşmiş Ştatlar səninlə işləməyə hazırdır. Belə bir müəyyən mesajlar da ötürür. Çünki Trumpın mesajlarını mən gələcək Ayətullahla əməkdaşlıq etməyə hazıram. Bəlkə ona görə Qalibafı toxunmurlar. Məsələn, Qalibafı öldürmürlər. Yəni ona bir şirnikləndirici vədlər də kim bilir ki, verməyiblər. Yəni bu baxımdan da istər-istəməz onların öz daxilində də, yəni vaxtilə SSR-dən güclü dövlət yox idi, amma siyasi büronun Sovet və Komünist Partiyası Mərkəz Komitəsinin siyasi bürosunda orada böyük əslində dəhlizlər, siyasi dəhlizlərdə böyük rəqabət gedirdi, ziddiyyətlər vardı. Bu da onun kimi burada da var və xüsusilə də bu münaqişədən sonra özünü daha çox aydın bir üzə verə bilər, bugün verməsə də. Yəni o dediyiniz fikir ayrılığı əslində var. Və mən düşünürəm ki, orada məsələn yekdil sözü keçən insanlar vardı. Məsələn, Laricani kimi. O adamlar artıq yoxdur. Olmadığına görə, yaxud Hüseyin Səlami kimi. O adamlar olmadığına görə indi yerdə qalanlar, belə deyək də, elitada ikinci, üçüncü dərəcəli adamlar olublar. Ona görə də indi bunlar səhəri gün hakimiyyət uğrunda mübarizə bunları daha da qarşı-qarşıya gətirə bilər. Bəlkə də elə Amerikanın ümidi onadır. Həqiqətən mən sizinlə razıyam. Üzdə olan, təcrübəli, nüfuzda olanlar, generalların çoxu, mütləq əksəriyyəti öldürüldü. Yerinə gələnlər həqiqətən ikinci, üçüncü dərəcəli hərbçilərdir. Onların təcrübəsi yox, nüfuzu yox və öz aralarında da intriqa başlayır. Bir də, üzr istəyirəm Elxan bəy, biz nəzərə almalıyıq ki, Sepahın əlində böyük kapital sərvət var. Biz yalnız onu hərbi qurum kimi nəzərdən keçirməyək. Onu kim və necə idarə edəcək? Bütün ölkə iqtisadiyyatı, bütün ölkənin kapitalı, sərvət, yeraltı, yerüstü sərvətlər, o nəzarət onun əlindədir. Və bu kapital uğrunda böyük mübarizə başlayacaq bir müddətdən sonra. Həmin o ikinci, üçüncü dərəcəli hərbçilər arasında. Bəli. Burada siz bir qədər öncə qeyd etdiniz, nə vaxtsa müharibə dayanmalıdır aydındır, hətta rejim dəyişməsə. Əvvəl fikir belə idi ki, müşbibə, deməli, Amerika prezidenti Donald Trump'ın martın sonunda, aprelin əvvəlində Çinə səfəri nəzərdə tutulur və həmin səfərə qədər müharibə dayanmalıdır ki, belə deyək, Trump güclü bir lider kimi Çinə səfər etsin və Çinə öz şərtlərini diktə etsin. Amma səfərin tarixi dəyişdi. İndi yeni tarixə görə Trump mayın 14-15 ortalarında getməlidir. Bu o deməkdirmi ki, Trump məhz həmin tarixə qədər İran məsələsini bitirmək istəyir, hansısa yolla? Bəli, Trump'ın müəyyən qədər səfəri Xi Jinpinglə danışıqlara gedənə qədər bu məsələni bitirməkdə israrlı olduğuna dair məlumatlar var. Yəni bu 4-6 həftə müddət hardasa aprelin 1-ci 10 günlüyündə başa çatır və ondan sonra Trump yəqin ki çalışa bilər ki, ona qədər hətta quru əməliyyatı belə keçirməyə çalışsın, Hörmüz boğazını açsın və Hörmüz boğazına daha doğrusu nəzarəti öz əlinə keçirsin, İranın neft resurslarına nəzarəti öz əlinə keçirsin, ondan sonra rejimi də kapitulyasiyaya məcbur etsin, kapitulyasiyaya məcbur etməsə belə rejimlə bir anlaşmaya nail olsun. Ancaq görünür ki, Çinin də gizli yollarla
İrana bərk raket yanacağı ötürməsi, deməli müharibənin uzanmasında maraqlı olması, Amerika Birləşmiş Ştatlarının müharibə bataqlığında qalmasında Çinin maraqlı olması görünür ki, bu səfər mən hesab edirəm ki, may ayında baş tutmaya da bilər. Yəni ola bilsin ki, Trump öz məqsədinə çatana qədər gözləsin. Çin də çalışır ki, Trump oradan yəni müharibə tez başa çatmasın və müharibə bataqlığında Amerika Birləşmiş Ştatları ilişib qalsın. Bax bu baxımdan da proses uzana bilər. Yəni qısa müddətdə Amerika Birləşmiş Ştatlarının neftə nəzarəti ələ keçirəcəyi və Venezuela'dakı kimi və əli gücləndirilmiş şəkildə Pekinə səfər edəcəyi Trump'ın bu indiki şəraitdə real görünmür. Yəni bu mümkün olmaya da bilər. Yəni vaxtı da dəyişə bilər bu səfərin ləngi də bilər. Necə vaxtı dəyişir, o vaxtı da dəyişə bilər. Dəyişə bilər. Yəni ona görə də ona qədər çalışacaq ki, ya güc yolu ilə, ya diplomatik yolla müəyyən nəticələrə nail olsun. Nail ola bilməsə, o zaman vaxtı səfəri təxirə sala bilər. Paralel olaraq da biz Çinin də mövqeyini nəzərə almalıyıq ki, Çin də müharibənin uzanmasında maraqlıdır. Rusiya kimi. Bəli. Rusiya da maraqlıdır ki, bataqlıqdan çıxa bilməsin Amerika. Çünki Rusiya faydalanır. Neftin qiyməti qalxıb gəlirləri artır. Amerika ona qarşı sanksiyaları yumuşaldır və gəlirləri həqiqətən artır. O gəlirlərlə yeni hərbi texnika ilə Ukrayna üstünə daha çox hücum etmək istəyir. Düzdür, Ukrayna cəbhəsində elə bir uğuru da yoxdur əslində Rusiyanın. Burada bir məsələ də var, Müşibə. Körfəz ölkələrinin mövqeyi. Biz verilişdən əvvəl sizinlə fikir mübadiləsi apardıq. İran bütün bu hamısına zərbə vurur, bütün körfəz ölkələrinə. Adını qoydu ki, Amerika hərbi bazalarına, amma neft, qaz resurslarına vurdu, turizm mərkəzlərinə zərbələr vurdu. Cavab olmadı. Cavab da ona görə olmadı ki, yəqin körfəz ölkələri İsrail eyni mövqedən çıxış etmək kimi görsənmək istəmir. Amma bu zərbələr davam edəcəksə, nəsə bir yol tapmalıdırlar bu körfəz ölkələr. Belə bir xəbər də Qərb mətbuatında yayıldı ki, mümkündür ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri müharibənin hansısa mərhələsində Amerikaya real dəstək versin. Çünki statistikada göstərir ki, İranın ən çox zərbə vurduğu ölkə İsrail deyil, Birləşmiş Ərəb Əmirlikləridir. Yəni bunlar nə qədər daha seyirci qala bilərlər bu zərbələrə. İran da onları hədəlib, ad çəkmədən dövlətlərin ki, mənə qarşı quru əməliyyatı olsa, mən bu dövlətlərə müdaxilə edəcəm. Daha çox da bu Birləşmiş Ərəb Əmirlikləri ola bilər, sahilə yaxın Bəhreyn ola bilər. Belə bir ssenari haqqında nə düşünürsünüz? Bəli, son günlər bu məlumatlar çox yayılır. Xüsusilə də Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin hərbi əməliyyata qoşulmaq niyyəti ilə bağlı. Hətta xatırlayırsınızsa, hərbi əməliyyatlar başlamazdan qabaq bir müddət fevral ayında bir danışıqlar oldu Omanda. Bəli, son danışıqlar elə Omanda oldu. Bəli. Orada danışıqlar getdiyi bir vaxtda Səudiyyə Ərəbistanının müdafiə naziri buna etirazını bildirdi ki, Birləşmiş Ştatlar güzəştə getməməlidir İrana və hərbi əməliyyatlara başlamalıdır. İndi isə Səudiyyə Ərəbistanının kral şahzadəsi Məhəmməd bin Salman artıq bildirir ki, Trumpla danışığında ona təzyiq göstərir ki, hərbi əməliyyatları, hətta Birləşmiş Ərəb Əmirliklərində prezidentinin Trumpla görüşdə ona təzyiq etdiyinə dair məlumatlar var. Yəni müharibəni davam etdi. Bəli, müharibəni. Yəqin qorxurlar ki, müharibə indiki dayansa siz bir qədər əvvəlcə dediniz, İran rejimi daha çox təhlükəli olacaq. İranın təhlükəsi, tam İran təhlükəsi aradan qalxana və onun belə deyək də hərbi potensialı sıfırlanana qədər müharibəni davam etdirmək təklif edirlər. Və əslində bilirsiniz ki, regional bir rəqabət vardı bu iki ölkə arasında. Daim olub, zaman-zaman özünü büruzə verib, Səudiyyə Ərəbistanı ilə də, Qətərlə daha çox ixtilaf var. İranla da, ümumiyyətlə, Xomeyni hakimiyyətə gələndən sonra İslam dünyasının bir liderliyi uğrunda bir mübarizəyə İslam inqilabının ixracı belə adlanır. Və o çalışdı ki, hətta orada Kəbə evini ələ keçirməyə çalışdı bir qrup terrorçu, yəni İran yönlü terrorçular 1980 ya 81-ci ildə səhv etmirəmsə, onların hamısını məhv elədilər və o vaxtdan yəni bunların arasında bir ziddiyyət, düşmənçilik yarandı. Burada həm dini ideoloji faktor var, həm də ki
regional yəni geosiyasi ziddiyyət var bu iki ölkə arasında. Ancaq zaman-zaman İran faktoru Ərəb ölkələrini təsir altında saxlamaq üçün Amerika Birləşmiş Ştatlarının əlində yaxşı vasitə olub. Eyni zamanda da İrana qarşı Ərəb ölkələri amili İrana qarşı ciddi təzyiq vasitəsi olub. Yəni indi isə elə bir vəziyyət yetişib ki, sanki yəni bu açıq müharibə gedir. Bu gizli savaş açıq formaya keçib və bu açıq savaşda artıq tərəflər bir-birindən qisas almağa çalışır. Ona görə də burada Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri öz təhlükəsizliyini tam təmin etmək üçün müharibəyə qoşula da bilər, qoşulmaya da bilər. Yəni bunu bir mənalı demək çətindir ki, qoşulacaq ya qoşulmayacaq. Ancaq məsələ burasındadır ki, bu açıq savaşda mümkün qədər çalışacaqlar ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb dünyasının boz kardinalı adlandırılan Birləşmiş Ərəb Əmirlikləri hansısa bir formada İrandan qisasını axıra qədər alsın. Bu hansı formada olacaq? Bu başqa dövlətlərə silah verib, maliyyə dəstəyi verib, hansısa bir formada öz ərazisindən istifadəyə icazə verib, o yolla hərbi əməliyyatlara dəstək formasında mı olacaq, yoxsa özləri açıq müharibəyə mi keçəcəklər? Bax, məsələ burasındadır. Nəzərə alsaq ki, İranın deməli, hərbi potensialı getdikcə azalır. Yəni, azalır. İstər-istəməz bir gün bu tükənəcək. Yəni, Amerika Birləşmiş Ştatları ilə bərabər səviyyədə müqayisə oluna bilməz. Yəni, ona görə də bunlar İranın müqaviməti zəifləsə, onların müharibəyə qoşulmasına ehtiyac qalmayacaq. Ancaq, məsələn, Səudiyyə Ərəbistanı maliyyə ehtiyatlarına, hərbi büdcəsinə görə, üzr istəyirəm, bir çox hallarda ilk beşliyə daxil olur dünya ölkələri sırasında və Səudiyyə Ərəbistanının imkanı bəzən 6-cı, 7-ci sıralarda yer tutur. İran isə 20-ci yerdədir. Belə olan halda Səudiyyə Ərəbistanının hərbi potensialı çox böyükdür və o imkan verir ki, müharibəyə qoşulsa qələbə də çala bilər. Yəni, böyük zərbə vura bilər İrana. Ancaq nəyi gözləyirlər, nəyə görə dayanıblar, görünür, ya ehtiyat edirlər, ya da ki, bunun daha ağır, dağıdıcı nəticə olacağından ehtiyat edirlər, ya da ki, düşünürlər ki, Amerika Birləşmiş Ştatlarının və İsrailin vurduğu zərbələr kifayətdir və artıq mübarizəyə ehtiyac yoxdur. Müşfiq bəy, bu günlərdə Türkiyə bir təşəbbüslə çıxış edib, daha doğrusu Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ki, Misir, Türkiyə, Pakistan üçlü bir görüş keçirilsin və bu görüş böyük ehtimalla Pakistanda keçiriləcək. Müharibənin dayandırılması məqsədlə müzakirələr. Çünki bu ölkələr çox narahatdırlar ki, müharibə davam edir, siyasi və iqtisadi maraqlarına da zərbədir. Yəni, nəyəsə nail ola bilərmi bu üçlü? Çünki bu üç ölkənin üçünün də İranla da yaxşı münasibətləri var, Amerika ilə də, üçü də tərəfdaş münasibətləri var. Yəni, belə deyək də, ikisi ilə bərabər məsafədədir, İranla Amerika. Nəyəsə nail ola bilərlərmi? Burada daha çox düşünürəm ki, hər üç dövlətin təşəbbüsü onların regional proseslərdə əhəmiyyətini artıra bilər Birləşmiş Ştatlar üçün. Məsələn, bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının son siyasi strategiyası bundan ibarətdir ki, Hindistana dəstək verir Çin faktoruna görə və Pakistana olan dəstəyi artıq çəkib. Ancaq və Hindistana ilk səfər edən Amerika Birləşmiş Ştatları prezidenti də Donald Trump olub. Birinci prezidentliyi dövrəmində 2017-ci ildə səhv etmirəmsə, 2018-ci Trump oldu və Trump o zamandan Pakistan məsələsi Amerika Birləşmiş Ştatları üçün bir müttəfiq kimi Pakistan arxa plana keçdi. Halbuki Nəvaz Şəriflə dostluq münasibətləri var, səhv eləmirəmsə Trumpın. Hətta Pakistan Sülh Şurasının üzvüdür, Hindistan'da Sülh Şurasının üzvü olmur. Britaniya yaxın bir şəxs hesab olunur. Amma məsələ burasındadır ki, bu yadınızdadır, Əfqanistanda SSR Əfqanistanı işğal eləyəndə həmin dövrdə məsələn Pakistana necə dəstək verir Birləşmiş Ştatlar. Hər ikisi mücahidlərə dəstək verirdi. Ancaq indi o yoxdur, o münasibət yoxdur. Bu baxımdan indi Pakistanda danışıqların keçirilməsi Pakistanın bir belə deyək də regional güc mərkəzi kimi rolunu artırır.
rolunu artırır. Bu həm də Əfqanistanla gedən münaqişədə Pakistanın belə deyək də diplomatik, siyasi çəkisini, yükünü, dəstəyini artırır. Eyni zamanda Hindistanla münasibətlərdə də artıq Pakistana münasibət dəyişmiş olur. Eyni zamanda Türkiyənin bilirsiniz ki, Erdoğanla Trump'ın xüsusi münasibətləri var və yaxın şərqdə gedən proseslərdə Trump bildirir ki, Erdoğanın mövqeyini mütləq nəzərə almaq lazımdır və bu İran məsələsində Erdoğanın müəyyən təşəbbüsləri, ağıllı təşəbbüslər irəli sürməsi, sülh planı irəli sürməsi Türkiyənin bir qədər də rolunu, çəkisini artıra bilər. Çünki digər ərəb ölkələri faktiki olaraq İranın qarşısında zəif qaldılar, aciz qaldılar və onlar heç bir nəticəyə nail ola bilmədilər. Misir adətən İranın tarixi düşmənçilik mövqeyində olan ölkələrdən biri olub. Ancaq bu məsələdə LCC hökuməti daha çox çalışdı ki, neytral da qalsın və bununla həm özünü təzyiqlərdən və zərbələrdən qorudu. Həm də ki, bu da görünür gələcəkdə yaxın şərqdəki proseslərin idarə olunmasında Misirin müəyyən qədər rolunu artıra bilər. Misir bilirsiniz ki, Misirdə Şarm-əş-Şeyxdə Həmas-İsrail müharibəsinin dayandırılmasına dair müəyyən razılaşma da imzalanmışdı, sənəd imzalanmışdı. Düzdür, bu hələlik bir nəticə vermir. Ancaq Misir çalışır ki, bu regional proseslərdə öz rolunu artırsın. Bax, bu baxımdan da hər üç dövlətin öz təklifləri özlərinin regional geosiyasi proseslər çəkisini artırmağa hesablanıb və indi Amerika Birləşmiş Ştatları buna nə qədər əməli birbaşa danışıqlara mı gedəcək, yoxsa vasitəçi kimi onlardan və ya ev sahibi kimi onlardan istifadə mi edəcək? Bu indi tezliklə məlum olacaq. Mən hesab edirəm ki, hər halda onların bu işdə iştirakı prosesə mənfi təsir göstərməsi, xeyir gətirə bilər. Yəni yaxın şərqdə, yaxın və orta şərqdə sabitliyin bərpası baxımından xeyir gətirə bilər. Ancaq məsələ burasındadır ki, hələlik İran tərəfi buna hazır görünmür. Yəni hələlik münaqişə davam edir və bayaqki söhbətimizə qayıtmaq istəyirəm ki, İsrail bu məsələdə. Yaxşı, tutaq ki, Birləşmiş Ştatlar Pakistanın vasitəçiliyini qəbul etdi, Türkiyənin məsləhətlərini qulaq asdı, yaxud danışıqları Misirdə apardı. Bəs İsrail bu ölkələrin vasitəçiliyini və təkliflərini qəbul edəcəkmi? Türkiyə ümumiyyətlə qətiyyətlə rədd edir vasitəçiliyini. Məsələ burasındadır. Ona görə İsrail faktorunu heç vaxt gözdən qaçırılmaq lazımdır. Müşib bəy, deməli, İsrail xeyli zərbələr endirir İran hərbi mərkəzindən. Bu zərbələrdən biri də İranın Xəzər dənizindəki hərbi gəmilərinə zərbələr və demək olar ki, İsrail tərəfi açıqlamalar gedir. Ümumiyyətlə, İranın Xəzər dənizi hərbi gəmiləri qalmadı, hamısı dağıdılır. Bunun yəqin məqsədlərindən biri o idi ki, İsrail, çünki xəbərlər gəlirdi ki, Rusiyadan İrana hərbi yüklər daşınır. Əvvəllər İran Rusiyaya dron satırdı, Rusiya Ukraynaya qarşı müharibəyə başlayan dronu yox idi. İndi tam əksinə Rusiya dron istehsalını artırıb, nəinki dron, raketlər də ötürür və Xəzər üzərindən həyata keçirdi. İsrail ora zərbə endirməli bu marşrutun sanki qarşısını aldı. Amma Rusiya hansı fərqli marşrutlarla yenə də çatdıra bilər mi? Ermənistandan mümkün deyil, gələk Gürcüstan üzərindən daşısın, Gürcüstan buna imkan verməz aydın. Amma bəs Mərkəzi Asiya üzərindən yenə də hərbi texnika daşıya bilərmi İrana? Əvvəla onu deyim ki, Xəzər dənizindən, yəni bugün İsraili qınamağa Rusiyanın haqqı çatmır. Çünki Xəzər dənizini müharibə regionuna çevirən elə Rusiyanın özü olub. Suriya zərbələr indirirdi və o raketlər Azərbaycanın, Türkiyənin, Gürcüstanın hava məkanını pozaraq gedib düşürdü. Sonra Ukrayna ilə müharibədə artıq Rusiyanın yaratdığı president Ukraynanı da məcbur etdi ki, özünü müdafiə üçün Rusiyanın Xəzər dənizindəki neft platformalarına zərbə indirdi, donanmasına zərbə indirdi. Yəni, bu vəziyyəti ilk olaraq özü yaradıb. Yəni, bunu Aktau bəyannaməsinin müəyyən şərtlərini pozdu. İndi də İrana hərbi yardım edir. Yəni, bu baxımdan da Rusiya İsraili qınamağa, İsrail əslində nə Rusiya ərazisini vurur, nə başqa ölkələrin ərazisini. İranın sahil sularında, İran ərazisində olan limanları vurur. Bir. İkincisi,
Rusiyanın belə bir vəziyyətdə silah göndərməsi bu münaqişəni daha da qızışdırmağa xidmət eləyir, daha da gərginləşdirməyə xidmət eləyir, terrora dəstək məqsədi daşıyır, terrorçu rejimi belə deyək də silahlandırmaq və beynəlxalq münasibətlərdə təhlükələri artırmağa xidmət edən bir addımdır. Ancaq təbii ki, ümumiyyətlə istər Ermənistan olsun, İranın sərhədlərini deyirəm də, istər Türkmənistan olsun, istər har olur olsun, istənilən yolla hansı ərazidən, çünki İsrail kəşfiyyatı bilirsiniz ki, çox güclü işləyir, yaxşı məlumatı var və hansı ərazidən bir dənə silah keçirməyə çalışsa, İsrail oranı vuracaq. Ən yaxın müttəfiq ölkəsi olsa belə, oradan Rusiya nəsə keçirməyə çalışsa, oranı mən hesab edirəm ki, zərbə indirəcək və bunun qarşısını alacaq. Ona görə də Rusiya nəzərə almalıdır ki, bu cür artıq hərəkətlərin yığışdırmağın vaxtı çatıb. Yəni Rusiya vaxtı ilə uzağa getməyik. 2020-ci ildə Ermənistana biz burada müharibə eləyirik, Vətən müharibəsində, ancaq Xəzər dənizindən göndərdi, İran üzərindən Nurduz keçməklə hərbi yüklər göndərirdi. Artıq bilirsiniz, Rusiya bu hərəkətlərinə son qoyur. İsrail ona başa saldı ki, bu hərəkətləri dayandırmaq lazımdır. Rusiya yaxşı olar ki, gedib Ukraynadakı problemini həll etsin. Yəni Ukraynada problem deyəndə ki, Ukraynada torpağından çəkilsə daha yaxşı olar. Gedib vaxtilə Putin imzası ilə Rusiya və Ukrayna arasında imzalanmış müqavilə var. Rusiya və Ukrayna arasında dövlət sərhədləri haqqında müqavilə var. Və həmin sərhədləri Sovet dövründə mövcud olmuş sərhədləri Rusiya dövlət sərhədi kimi tanıyıb. Bir hissəsi də hətta delimitasiya olunub. İndi nə istəyir? O sərhədləri niyə pozur? Qayıtmalılar həmin sərhədlərə. Məsələ burasındadır. Ona görə də Rusiya yaxşı olar ki, öz işləri ilə məşğul olsun, daxili problemləri ilə məşğul olsun və başqa yerdə münaqişələri qızışdırmaqla məşğul olmasın. Özdə Rusiya hərbi texnikasından danışmışkən, İsrail və Amerika ilə müharibənin birinci günü İrana qarşı, birinci elə Rusiya və Çindən aldığı hava müdafiə sistemini darmadağın etdi. Yəni, burada İranda da şübhələr yarandı ki, bu Çindən, Rusiyadan aldığı heç hərbi texnikanın heç böyük keyfiyyəti də yoxdur. Yəni, indi alacaqları da İran rejimini çox da xilas etməyəcək, mənə elə gəlir. 12 günlük müharibədən sonra Rusiya İrana Su-35 təyyarələri satdı və MiG-29'lar hanı olar? Heç havaya qalxa bilmir. Havaya qalxa bilmir. Və İranın hava sahəsi aşüzənə indi dönüb. Düz dedilər ki, güya hansısa bir Amerikan təyyarəsini vurubla elə bilirlər, amma görüntü yox, sadəcə bir zədələnib və həmin o təyyarə gedib öz hava limanına enə bilib. Yəni, ta ki, vurduğu İsrail və Amerikan hərbi təyyarəsi yoxdur İran. Bu da faktdır. Azərbaycanla bağlı məsələ ki, Azərbaycana dronlar atmışlar Naxçıvana. Əvvəlcə dedilər ki, biz atmamışıq. Üstlərindən atmağa çalışır İran tərəfi. Daha sonra dedilər araşdırır və son telefon danışığında iki ölkənin xarici İşlər Nazirləri arasında Ceyhun Bayram və Abbas Araqçı Ceyhun Bayram bu məsələni bir daha qaldı. Bəs araşdırma, yəni bir cavab yoxdur. Sanki bizə demək istəyirlər ki, 60 il yaxşı eləmişik, müharibə gedir. Yəqin ki, araşdırmanın bir cavabı da olmayacaq. Necə düşünürsünüz? Araşdırıb nəyi ortaya çıxacaq? Nə deyəcək? Öz etiraf etməyəcək. Hətta Azərbaycan səfirliyinə hücum olanda da uzun müddət çalışdılar ki, ört-basdır eləsinlər bu məsələni, araşdırırıq deyə. Amma cinayətkar tam ortadaydı, yəni cinayət əməli artıq sübut olmuşdu. Ona görə fakt qarşısında qaldıqlarına görə məcbur olub etiraf etdilər. Və etiraf etdilər, indi də eyni şeyi təkrar eləsələr, yəni özlərini daha rüsvayçı vəziyyətə salmış olarlar. Bu baxımdan hamı bilir ki, bu İranın əməlidir. Yəni bu 44 günlük müharibədən sonra Azərbaycana qarşı yönələn təhdidlərin davamıdır, səfirliyə edilən terror hücumunun davamıdır və məqsəd Azərbaycana müəyyən qədər təzyiq göstərməkdir, münaqişənin arealını genişləndirməkdir. Necə ki, başqa ərəb ölkələrinə qarşı bunu eləyirlər. Ümumiyyətlə, onlar əvvəllər Azərbaycana qarşı həmişə təhdid eləyirlər. İndi də həm fürsətdən istifadə edib, yaranmış vəziyyətdən istifadə edib bunu eləyirlər. Eyni zamanda müəyyən qədər çalışırlar ki, münaqişənin arealını genişləndirsinlər. Ancaq Azərbaycan səbirli və təmkinli siyasət nümayiş etdirdi və bu təxribata belə deyək,
ciddi sərt cavablar vermədi. Yəni müharibəyə qoşula biləcək bir addımlar atmadı. Bu əslində İranın burada məqsədlərindən biri Şimali Qafqaza yaymaqdır müharibəni. Mən həmişə deyirəm ki, bu Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmadığı bir zamanda Şimali Qafqazda hər hansı bir münaqişə yaransa, o zaman bunun necə böyük bir təhlükələrə, fəlakətə gətirib çıxaracağını və sülh hansı ki sülh qapının ağzındadır. Bugün Azərbaycanla Ermənistan arasında sülh çox yaxındır və belə bir şəraitdə hətta mən gözləyirəm ki, aprel ayında ya may ayında sülh sazişi imzalana bilər. Çünki Ermənistan konstitusiyasının artıq preambulanın çıxarılması məsələsi təsdiqini tapdı. Referendum keçirilmədən düşünürsünüz imzalana? Bəli, artıq çünki ilkin redaksiyada bu dərc olunacaq yaxın vaxtlarda. Ola bilər. Bəli, onun mətni də artıq mətbuata yayıldı və sübut olunur ki, orada bu çıxarılır və Azərbaycan prezidenti də birdən referendumda ermənilər səs vermədilər, o dəyişdi, onda necə olacaq? O barədə əslində bir başqa versiya danışmaq olar. Çünki amma ümumiyyətlə onu deyim ki, bugün Paşinyanın istər reytingi və sülh tərəfdarlarının üstünlük təşkil etməsi göstərir ki, Ermənistanda onlar sabit elektoratdır da və müxalifətin də tərəfdarları azdır. Müxalifət də parçalanmış durumdadır. Və belə bir vəziyyətdə Paşinyan seçkidə qalib gəlməsi onu göstərir ki, bu artıq onun bu referendumu uda biləcək, referendumda qalib gələ biləcək sabit elektoratı var. Bu ona kifayət edir. Bax, bu baxımdan da orada preambula yazılıb, mən onu oxumuşam. Amma tamamilə yeni mətndə başqa bir mövzuda, yəni İşğatütün saytı onu əldə edilmişdi və yaymışdı. Tamamilə yeni məzmunda preambula yazılıb. Ona görə də hətta bu yeni konstitusiyanın mətnini xəyanət adlandırmışdılar. Ermənistanın dövlət müstəqilliyinə xəyanət adlandırmışdılar. Yəni Azərbaycan prezidenti də fevralın 19-unda Münxendə demişdi ki, bugün çıxarsınlar, sabah biz sülh müqaviləsi imzalamağa hazırıq. Bu baxımdan mən hesab edirəm ki, seçkilərə qədər sülh müqaviləsi imzalana bilər. Bu mümkündür və bu baxımdan da yəni sülh qapının ağzında olduğu bir vaxtda İranın bu təxribatı törətməsi ən də pozuculuq məqsədi daşıyır. Yəni Cənubi Qafqazda yenidən o sabitliyi pozmaq, yenidən müharibə törətmək, yenidən Azərbaycan Ermənistanı qarşı-qarşıya qoymaq, şimal sərhədlərində bir bufer zona yaratmaq. Siz elə bilirsiniz ki, İran Qafanda elə-belə konsulluq açmışdı. Əslində onların Zəngəzura ərazi iddiası var. İranın. Bəli, sadəcə olaraq Rusiyanın çəkinirlər və bunu eləmirlər. Onlar çoxdan çalışırlar ki, Zəngəzur dəhlizinin keçdiyi ərazini nəzarətə götürsünlər. Məqsəd ki, o yol həyata Trump yolu və ya Zəngəzur dəhlizi reallaşmasın. Reallaşmasın. Həm də ki, ümumiyyətlə, İranın xarici siyasət təhlükəsizlik strategiyası belədir ki, düşməni öz sərhədlərindən xaricdə qarşılamaq üçün bir bufer zona yaradırlar. Və müəyyən qüvvələrdən ibarət münaqişə zonası, orada da isə bufer zona yaradırlar ki, düşmənin öz sərhədlərini xaricdə qarşılasınlar. Azərbaycanı haqsız yerə, əsassız yerə itham edirlər ki, güya burada nə bilim Amerikanın, İsrailin bazaları var və bu adla Azərbaycan ərazisinə bir müdaxilə, bir təhlükə yaratmaq, eyni zamanda Ermənistanla dəfələrlə Ermənistan əslində danışıqlarda Ermənistan rəhbəri ilə Nikol Paşinyana İran tərəfi xəbərdarlıq edib. Xəbərdarlıq edib ki, regionun problemlərini ancaq region dövlətləri həll etməlidir. Bura başqa dövlətlər gələ bilməz. Yəni qərb dövlətləri gələ bilməz, NATO gələ bilməz, Amerika Birləşmiş Ştatları gələ bilməz. Ona görə də onlar bugün Amerika Birləşmiş Ştatlarının Ermənistan ərazisindən o Trump marşrutunun trip layihəsini çəkməsi onlar böyük təhlükə kimi qarşılayırlar, hesab edirlər özlərinə. Bax, bu baxımdan da onlar münaqişənin Şimali Qafqaza yayılmasında maraqlıdırlar. Üçüncü isə çalışırlar, onlar hesab edirlər ki, münaqişə nə qədər çox ölkəni əhatə eləsə, o həmin dövlətlər maraqlarına zərbə dəyər və Amerika Birləşmiş Ştatlarına, İsrailə təzyiq edirlər ki, dayandır. Yəni öz tərəfdarlarını bunlar artırmış olurlar. Yəni öz düşüncələrində, xəyallarında belə düşünürlər. Yəni məsələ belədir. Müşfiq bəy, bu İranı indi idarə edən bu Sepah generallar həqiqətən başlarını itiriblər. Sağa sola raket atırlar. Türkiyəyə də atdılar, bizə də atdılar. Siz Zəngəzur dəhlizi ilə bağlı fikirlərinizi ifadə etdiniz. Bəli, yəni İran
istəmir bu dəhlizi reallaşsın. Və belə bir məqamda həmin o əraziyə də raket dron ata bilərlərmi ki, bizə bir mesaj göndərmək ki, bizə əsasən də Ermənistana ki, biz gələcəkdə bu yolun inşasına imkan verməyəcəyik. Çünki son gələn xəbərlərə görə bəzən deyirlər ki, Amerikanın güya marağı azalıb, çünki müharibə gedir. Amma artıq bu işi sürətləndirməklə də bağlı fikirlər əsasında. Mən sizə tamamilə razıyam. Əslində sülh müqaviləsi daha tez imzalansa, bu seçkidə və referendumda həqiqətən Nikol Paşinyan əlini gücləndirir. Bu da İranın da maraqlarına cavab vermir. Və belə bir təxribata da ki, məsələn, bizə raket atdı. Raket atmadığı hələlik iki qonşusu qalıb. Pakistan və Ermənistan. Pakistan hansısa keçmiş illərdə də münaqişələr olurdu. Bəluclar ora-bura silah, atəş açırdılar, iki tərəf vuruşur. Amma Ermənistana da bunlar raket və dron ata bilərlərmiş Paşinyanı hədələmək məqsədi ilə. Pakistandan çəkinirlər sözünüzü. Ermənistana isə bəziləri deyirlər ki, Ermənistan onlar belə xüsusi münasibəti olub İranın, xüsusi dostluq münasibəti olub. Bu yaxınlarda müharibədən az əvvəl Paşinyanın orada səfəri də olmuşdu. Ancaq buna baxmayaraq, məncə, mən şəxsi fikrim belədir ki, ata bilərlər. Yəni, lazım gəlsə, İran Ermənistan ərazisini də vura bilər. Xəbərdarlıq mesajı kimi. Ümumiyyətlə, İranın xarici siyasətində dəhlizlərə və dəniz və quru yolu ilə keçən bütün dəhlizlərə nəzarəti ələ almaq və ondan təzyiq vasitəsi kimi istifadə etmək xüsusi yer alır və bu hallar getdikcə artıb son illər. İndi məsələn daha çox Hörmüz boğazı haqqında danışılır. Məsələn o vaxt İran-İraq müharibəsinin baş verməsində də əsas səbəblərdən biri elə Hörmüz boğazına nəzarət uğrunda olmuşdu. Ancaq məsələ burasındadır ki, hətta Səudiyyə üzr istəyirəm, Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı mübahisəli adalar ki var. Nə vaxt o adalar uğrunda mübarizə qızışır, dərhal İran deyirdi ki, mən Hörmüz boğazını bağlayacağım. Amma bu yalnız Hörmüz boğazı ilə İranın bu təxribatı yekunlaşmır axı. İran 2017-2018-ci illərdə səhv etmirəmsə, bu müharibə gedəndə, xüsusilə Yəməndə, Husilərlə, oradakı İran Ənsarullah terror təşkilatını ki yaratdı, orada müharibəni qızışdırdı, orada yadınızdadır da Yəmən prezidentini öldürdülər, orada məhzəb zəminində münaqişə, sonra onlar da Səudiyyə Ərəbistanın ərazisini vurdular. Hardasa 2015-2018-ci illərdə xüsusilə ağır müharibə getdi. Həmin vaxtı İranın məqsədi nə idi? Bab-el-Məndəb boğazını nəzarətə götürmək. Oradan Bab-el-Məndəb boğazına nəzarəti ələ keçirməyə çalışırdı. Qırmızı dənizdən keçən yolları bağlamaq, Süveyş kanalına çıxışı bağlamaq. Buna müəyyən qədər nail olmuşdu əslində. Yəni sonra gördünüz də Husilər 1-2 il öncə, deməli 2023-cü ildən sonra Husilər 2023-2024-cü ildə Qırmızı dənizi orada atəş altına saxladılar və dünya ticarətində böyük problemlər yarandı. O da İranın planı idi. Bu da İranın planıdır. Və Zəngəzur dəhlizində baş verən proseslər, quru yolu ilə bunu da bağlamaqla Çinlə Avropa arasında yolu bloklamaq istəyir. Üstəlik Türkiyənin Cənubi Qafqaza quru yolunun çıxışının qarşısını almaq istəyir. Türk dünyasının birləşməsinin qarşısını almaq istəyir. Yəni bu təxribatı bütün ətraf regionların hamısında törədir İran. Ona görə də İran bu prosesi eləmək üçün hər bir təhlükəyə əl ata bilər. Ermənistana da raket ata bilər, Azərbaycana da ata bilər. Hətta mən deyirəm ki, Hörmüz boğazından mən dedim ki, kifayətlənməyəcək. Mütləq Bab-el-Məndəb boğazına yenidən çalışacaq ki, oranı da bağlasın. Orada da bir təxribat törətməyə çalışacaq. Ancaq oradan ciddi zərbələr aldığına görə, onsuz da Hörmüz boğazı bağlandığına görə Bab-el-Məndəb istiqamətində hərəkət zəifləyib. Yəni bütün bunlar göstərir ki, İran çox böyük təhlükə mənbəyidir və bu təhlükənin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət ciddi tədbir görməlidir. Azərbaycana dron atdılar, təxribat törətdilər. Sizin də proqnozu verəcək, mən də razıyam sizinlə. Ermənistana da ata bilərlər. Həm Zəngəzur dəhlizinin əleyhinə bir senari olacaq, həm də Paşinyanı qorxutmaq üçün. Qalır Cənubi Qafqaz ölkələrindən bir Gürcüstan. Gürcüstanın indiki hökumətinin İranla çox sıx əlaqələri var və bu Amerikada çox böyük narahatlıq doğururdu, indi də doğurur. İran Gürcüstanda çox fəaldır. Bunun bizim saytlarda da yazılar yayınlanır.
İran-Azərbaycanlılar arasında illərdir belə deyək, təbliğat aparır. Belə bir təhlükə də var bölgə üçün. Baxmayaraq ki, indi İran zəifləyir filan, amma bu Gürcüstanda İran apardığı belə təbliğat bütövdə bölgə üçün təhlükə deyilmi? Təhlükədir, təhlükədir. Bu Avropa ölkələrində də bu iş aparırdı və hətta yadınızdadırsa deməli İran 2 nəfər göndərmişdi. Sepah agenti göndərmişdi Gürcüstan ərazisinə. Orada İsrailin səfirini öldürməyə, səhv etmirəmsə. Onlar həbs olundular. Onun bir Azərbaycanlı idi. Yəni oradakı Azərbaycan Kipirdə də olmuş. Kipirə də bir kəşfiyyatçılar göndərmiş. Azərbaycan vətəndaşı var idi içərilərində. Hə, yəni ki, bütün bunlar orada apardığı o dini ideoloji təbliğatın nəticəsidir. Təəssüflər olsun ki, bu halın baş alıb getməsində bilirsiniz, Gürcüstanda vətəndaş cəmiyyətinin zəifləməsi, rolunun zəifləməsi bu da təsir göstərir. İndiki hakimiyyətin Rusiya yönümlü siyasət aparması, ölkədə korrupsiyanın baş alıb getməsi, ölkədə qərblə münasibətlərinin korlanması, vətəndaş cəmiyyətinin zəifləməsi və onlara təzyiqlərin artması, bütün bunlar istər-istəməz o İranın və digər deməli sektaların, o necə deyirlər o qeyri-ənənəvi dini sektaların təbliğatının artması, elə bütün bunlar ona gətirib çıxarır. Bugün Gürcüstanda hökumət bunu anlamırmı? Gürcüstanda çünki əsas elə Gürcüstanın özünə bu təhlükə yaradır. Məsələn, mən Gürcüstan vətəndaşları ilə bu yaxında bir qrup söhbət elədim. Onlar bildirdilər ki, Gürcüstanda kilsənin rolu o qədər artıb ki, yəni dərin dövlətdir sanki kilsə və orada artıq kilsənin sözü keçən yerdə İvanişvilinin də sözü keçmir. Yəni orada artıq münasibətlər, siyasi münasibətlər dini müstəviyə keçib. Bir yanda kilsədir, bir yanda deməli elə bir ki, müsəlmanlar arasında da İranpərəstlər. Təsəvvür etsin, elə bir vəziyyət yaradıb ki, orada bilirsiniz də bu yaxında Ramazan bayramına qeyd olunmasının qarşısını alıblar. Sonra görürlər ki, bu belə bir düzgün olmayan bir hərəkətdir. Yəni ki, Xameneyi öldürüldüyünə görə Ramazan bayramını qadağan eləmək istəmişdi Axund. Ona görə bunun qarşısını almaq çalışmışdı. Görürlər ki, yox, düzgün olmayan hərəkətdir. Məcbur olub orada Patriarx 2. İlyanın ölümünü bəhanə eləyib demişlər ki, biz yas saxlamalıyıq. Çünki İlya ölüb. Azərbaycan səfirini təşkil etdiyi iftara da qatılmayıblar. Axund və onun İranın təsiri altında olan dindarlar. Bəli, ona görə də bax, bu məsələlərdə mən hesab edirəm ki, əvvəla yerli hökumət özü maraqlı olmalıdır. Bu kənar təsirlərin qarşısını almaq üçün. Məsələn, Saakashvilinin dövründə bu, prezidentlik dövründə bu yox idi. İndi təəssüflər olsun. Saakashvili özdə həyəcan təbili həbsxanadan yaydı ki, yəni İran artıq güclənib Gürcüstan ərazisində. Hətta haqq qazandırır ki, Azərbaycan sərhədləri ona görə bağlı saxlayır. Yəni Azərbaycanlılar arasında təbliğat o qədər güclənir. Bu həm Gürcüstan həm də Azərbaycana təhlükə yaradır. Təəssüfləndirən nədir? Təəccübləndirən həm də odur ki, ümumiyyətlə Borçalıda Azərbaycanlılar yaşayan bölgələrdə orada milli ruh həmişə üstünlük təşkil edib. Bir milli əhval-ruhiyyə. Nəinki orada dini təsir, dini əhval-ruhiyyə. Amma görün bunlar necə iş aparıblar ki, artıq belə deyək də orada dini casus şəbəkəsinin sözü daha çox eşidilir, daha çox keçir. Bunun da həm yerli hakimiyyətin günahı var. Üstəlik hesab edirəm ki, biz də Azərbaycandan da müəyyən qədər dəstək olmalıdır, müəyyən dairələr. Həm siyasi səviyyədə, həm ictimai səviyyədə əhaliyə, xalq arasında bir təbliğat aparılmalıdır, əməkdaşlıq qurulmalıdır, müxtəlif layihələr həyata keçirilməlidir ki, biz də biraz fəal olmalıyıq. Bəli, onların gözünü açaq, yəni onlar başqa istiqamətlə yönləndirmir. Onlar yaranmış boşluqdan İran rejimi həmişə istifadə edir. Müşfiq bəy, mən sizə dərin təşəkkürümü bildirirəm. Biz İran ətrafında baş verən hadisələr dərin analizini apardınız. Bir daha təşəkkür edirəm. Əziz seyircilər, xatırladıram ki, proqramımızın bugünkü qonağı çox dəyərli siyasi şərhçi Müşfiq Abdullah idi. Biz verilişdə də toxunduq ki, Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov İranlı həmkarı Abbas Araqçı ilə telefon danışığı olmuşdu bu günlərdə
Yəni bir daha İran tərəfinin diqqətinə çatdırıldı ki, bu Naxçıvana, Azərbaycana atılan dronlarla bağlı araşdırmanın nəticələrini biz gözləyirik. Amma heç bir nəticə yoxdur. Həqiqətən qonağımızın da söylədik. Nə nəticə ola bilər ki, əgər özləri atıblar, etiraf etməyəcəklər ki. Körfəz ölkələri də çox narahatdılar, narazıdırlar onlara atılan raketlərdən, dronlardan. Səudiyyə Ərəbistanda bir görüş oldu ki, biz İrana necə cavab verək? Əlbəttə, İrana cavab verməyin riskləri var. Amma əgər Sepah bu təxribatçı siyasətini davam etdirəcəksə qonşu ölkələrə qarşı, qonşu ölkələrin artıq ittifaq yaratmaqdan başqa seçimi də qalmayacaq. Sağ olun əziz seyircilər, gələn görüşlərə qədər.